Qarabağ Misli Premyer Liqasının 24-cü turunda səfərdə Zirəni 3-1 hesabı ilə məğlub edib. Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov maçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Futbolçularımı təbrik edirəm. Çox yaxşı mübarizə oldu. Yaxşı dinamika var idi. Bizim üçün vacib oyun idi. Qarşımızda çox istəkli, bizi çox yaxşı təhlil edən kollektiv var idi. Sona qədər təslim olmadılar. Bizə rahat oynamağa imkan vermədilər. Rəşad Sadıqova və komandasına uğurlar arzuluyuram. Uzun illərdir belə söhbətlər var ki, Qarabağ Avrokuboklarda iştirakını dayandırdıqdan sonra daxili turnirlərdə qarşı salınmaz olur. Daha çox fokuslana bilir. Bu fərqi özünüz də hiss edirsinizmi? Avrokuboklar olmayanda komanda daha rahat və fokuslu olur. Amma hələ tam optimal formada deyilik. Camilo Duranın Kolumbiya millisinə dəvət edilməsini gözləyirdiniz. Dünya çempionatına getməsini real sayırsınızmı? Potensialı yüksəkdir. Gələcəkdə daha böyük turnirlərdə oynaya bilər. Apreldə Sabah və Neftçi ilə ardıcıl oyunlarınız var. Bu cür qrafikə görə üzülmürsünüz ki? Eyni rəqiblə ardıcıl oynamaq xoş deyil, amma qrafik belədir və hər iki komanda üçün eynidir. Chris Kouakou rəqabətə hazır değildi deyə ayrıldı. Daha çox oynamaq istəyirdi. Buna görə ayrılmasına mane olmadıq. Sabahın büdrəməsini real hesab edirsinizmi? Sabah çox güclü komandadır. Amma sona qədər mübarizə aparacağıq.